Herkese salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlər sizlərlə məktəbimlə bağlı bir video çəkib paylaşmaq istədim. Məktəbimizlə tanışlıq videosu olacaq. Məktəbim Xormeli kəndində yerləşir. Xormeli kəndinə gedirəm. Avtobusumuz demək olar ki, evimin qabağından çıxır. Yəni marşrutum şükürlər olsun rahatdır. Deməli, uzun müddətdir mən bu videonu, vlogu çəkməyi düşünürdüm, istəyirdim çəkmək. Məktəbə girdiyim zamandan bəri beynimdə var idi. Bir neçə dəfə cəhdlər eləmişdim. Amma həmişə yarıda saxlamışdım, alınmamışdı. Nəsə dedim, bu dəfə artıq edeyim, çəkim. Həm də bugün məktəbimizdə Novruz tədbiri olacaqdı. Dedim, elə daha da maraqlı olar. Sizi qısaca məktəbimlə tanış eləmək istəyirəm. Deməli, mən keçən ildən bu məktəbdə biologiya müəllimi olaraq işləyirəm. Xormeli məktəbində. Məktəbimiz təmirsiz məktəbdir. Baxıram, heç kim yox. Məktəbimiz təmirsiz məktəbdir. Öncəliklə həyətdən başlamaq istəyirəm. Amma çox gözəl həyətimiz var. Xüsusən də yaz aylarında. Başlayaq, gedək. Bizim məktəbimizin girişdən gəldiyimizdə bu həyat sahəsinə, bu da bizim məktəbimizdir. İki girişi var. Bir bu hissədən, bir də ki bu hissədən girişimiz var. Əsas giriş oradır. Məktəbimizin həyətinin ön hissəsində məktəbimizin adı şəhid 1-ci Qarabağ müharibəsində şəhid olmuş Bilal Əliyevin adını daşıyır. Onun burada belə bir büstü var. Allah rəhmət eləsin bütün şəhidlərimizi. Həyat genişdir. Qəşəng həyat var. Birinci o tərəfdən başlayayım. Yaşıllıqlarımız o tərəfdə daha çoxdur. Mən ilk öncə vakansiya seçimi eləyəndə təmirli məktəbin olmayı istəyirdim. Həmişə deyirdim ki, təmirli olsun, ya hər kəs yəqin ki, belə istəyir. Təmirli məktəbin olmasını istəyirdim, amma mən məsələn bu məktəbə gələndən sonra kollektivinə, içindəki şagirdlərimə alışdım. O qədər doğma gəldilər mənə, o qədər mehriban oldular ki, məncə əsas bizim işlədiyimiz məktəbdə və yaxud da hər hansı bir yerdə oradakı təmirli olmasıydı, daha çox kollektivinin yaxşı olması önəmli bir faktordur, önəm daşıyır. Geniş, yaşıllıqla dolu olan bir həyətimiz var. Həyətin arxa hissəsi. Bu həyətimizin digər arxa hissəsidir. Ərazisi çox genişdir. Məktəbin yanı. İndi gedək məktəbə girək. Xoş gəlmişik. Məktəbə daxil olduqda bizim koridorlarımız. Mənim dərslərim 2-ci mərtəbədədir. İbtidailər 1-ci mərtəbədə olur. Yuxarı siniflər 2-ci mərtəbədə olur.
Gözəl qızlarım mənim. Təmənimi burada saxlayırlar. Gözəllərim. Rəhbərini də bəzəyiblər. Sinif pasportumun və mənim vazgeçilməzim süpersi. Divar qəzetimizin də adını öz ən sevdiyim süpersinin adını koydurmuşam ona. Burada da biyoloji plakatlarını düzmüşəm. Mən İndi mən 10-cu sinifimdəyəm. Mənim 10-cu sinif şagirdim olan Kamrandır. Kamran, mənim YouTube kanalıma nə deyə bilərsən? Abunə olun, like eləyin. Nə deyəyim? Nəysə, deməyə bir söz tapa bilmirik. Ona görə video burada sonlandırırıq. Deməyə bir sözümüz yox. Yaxşı, sağ olun. Növbəti Novruz tədbirində də çəkilişlərimiz davam edəcək. 2026-da görüşərik. 100 qavuna. 2026'ını demirəm. Hala bizim rəhbərimizin qadağalarını yaşatmamızına teşekkürler bildiriyorum. Kamran, bu da videoya yaxşıdır, indi çək. Hala, təbrik edirəm, bayramımız var. Çox sağ olun. Təbrik edirəm bayramlara inşallah. Kanala abunə olun. YouTube'da var, 100 bağış da var. Bura baxmadan indi odaqlan. Oradadır. Şimdi avtobusu gözləyirəm. Avtobusum gəlir. Gedirəm. Evimə.